Salam. Enerjilər haqqında bir neçə video hazırlamışdım canlar. Umarım onlara baxmışsınızdır. Bakın, bir insana fazla fədakarlıq, iyilik adı altında bir şeylər edəriksə, əslində bunun alt axımda gözlə görünməyən, amma qarşı tərəfdən umacağımız bir şeylər vardır. Və qarşı tərəf buna qarşılıq vermədiyində içimizdə qırğınlıq, qızğınlıq, küskünlük, hətta kəndimizi qurban belə hesab edə biliriz. Amma bunu kvantumsal açıdan ən gözəl şəkildə sizə anlatacağım. Bakın canlar, iki insan götürək. Bura bizim sərhəddimiz, yəni dəngəmiz, mərkəzimiz olsa, burası bunun enerji alanı, burası da bunun enerji alanı olsun. O bana hər ikisi eyni məsafədədirsə, o bana bir addım atdıqda mən də bir addım atarım və ikimiz də eyni məsafədə olarız. Amma bunun addım atmasını gözləmədən bu yerində qalarsa, mən bunun əvəzinə 2 addım ötəyə gedib, bu sərhəddi keçib bunun yanına yaxlaşmış olaramsa, bu iyilik adı altında bunun enerji alanına sokulmuşluq olar və bu bundan rahatsız olar. Kəndisi bilməsə belə enerjisində bir sıxışmışlıq hiss edər və bunun sana qarşılıq verməsinə sən alan açmadığın üçün bu insan səni geri təpər və bu şəkildə sənə dayaq verə-verə səni buraya gətirər. Və bunun içində sən kəndini qırğın, qızğın, küskün hiss edərsən və kəndini bir qurban psixolojisində görərsən. Amma aslında sən iyilik adı altında bunun sərhədlərini keçmiş və bunun enerji alanına sokulmuşsun. Evrən isə dəngəni hər zaman sevər. Sən dəngədən çıxdığın üçün, mərkəzindən bu tərəfə bunun enerji alanına daxil olduğun üçün bundan istifadə edərək sənə zarar verir, deyilmi? İyiliyin fazlası belə zarar olur. Çünki onun enerji alanına sokulmuş oluruq. Ona kəndini ifadə etməsi üçün, onun gəlişməsi üçün biz alan açmadığımız üçün o insan bizi hər zaman geriyə doğru itələyər. Və bu zaman biz o insanlardan şikayət edərik. Əslində o insanlara biz təşəkkür etməliyik. Çünki burada suçlu bizik. Çünki o insanların enerji alanına dokunmuş oluruz, sokulmuş oluruz. Və buradakı bu insan isə bir maşadır canlar. Bu, Yaradanın izni ilə bizi dəngəyə gətirmək üçün sadəcə bir maşadır ki, sən kəndi mərkəzində və dəngədə qalarsın. Onun üçün canlar, hər zaman bir insan sizə bir addım atarsa, siz 2 addım atmağa çalışmayın. Çünki bir addım atın, 2 addım attığınız zaman o sizi bir addım geriyə doğru itələyəcəkdir. Hər zaman dəngədə qalın. Sevgilərlə. Evrən isə canlar hər zaman dəngəni sevdiyi üçün sən bir yerdə dəngəsizlik yaşarsansa, o insanlardan istifadə edərək səni öz mərkəzinə gətirər. Baxın canlar, burası dualitədir. Hər iki qutuplar vardır, iyisi, kötüsü vardır. Və biz bir şeyi adicə, məsələn, suyu belə fazla içdikdə bu bizə zarar verir, deyilmi? İyiliyin fazlası belə zarar olur. Çünki onun enerji alanına sokulmuş oluruq. Ona kəndini ifadə etməsi üçün, onun gəlişməsi üçün biz alan açmadığımız üçün o insan bizi hər zaman geriyə doğru itələyər. Və bu zaman biz o insanlardan şikayət edərik. Əslində o insanlara biz təşəkkür etməliyik. Çünki burada suçlu bizik. Çünki o insanların enerji alanına dokunmuş oluruz, sokulmuş oluruz. Və buradakı bu insan isə bir maşadır canlar. Bu, Yaradanın izni ilə bizi dəngəyə gətirmək üçün sadəcə bir maşadır ki, sən kəndi mərkəzində və dəngədə qalarsan. Onun üçün canlar, hər zaman bir insan sizə bir addım atarsa, siz 2 addım atmağa çalışmayın. Çünki bir addım atın, 2 addım attığınız zaman o sizi bir addım geriyə doğru itələyəcəkdir. Hər zaman dəngədə qalın. Sevgilərlə.